Millətə bax, aeroportda qalıb hamısı yerdə var. Heç bir taksi problemi yox. Görüntülər Heydər Əliyev Beynəlxalq Aeroportunda bir aydan çoxdur yaşanan problemi əks etdirir. Vətəndaşlar hava limanının qarşısında taksi gözləyir. Səbəb isə alternativ taksi platformalarının hava limanı ərazisində bloklanmasıdır. Sürücülərin sözlərinə görə hava limanının ərazisinə daxil olduqları an tətbiqlər üzərindən sifariş almaq imkanı itir. Sistemdə ya texniki xəta baş verir, ya da tətbiq ümumiyyətlə fəaliyyət göstərmir. İçəriyə buraxmırlar ki, aeroportun qırmızı taksilər var da, hal-hazırda onlar işləyir. Hər bir şey var da, yəni narkologin var, seskatın var, illik nə bilim, hər bir şey, yəni vergizat, hər bir şey qaydasında, yəni yoxlaya da bilərsiniz. Yəni mən gedirəm, deyirəm ki, mən qoşulmaq istəyirəm də, mən də aeroportdan müştəri götürmək istəyirəm, aeroport müştəri. Deyirlər ki, yox da, yəni nə bilim, güyanmış şey olmalıdır, hər gün həkim şeyinə getməlisən, həkimdən şeylər keçməlisən, nə bilim, servis olmalıdır, hər gün servisə getməlisən, yəni belə bir şeylər var. Mən gedim içəri, mən də avtomatik olaraq şey bloklanır, kateqoriya bloklanır, sadəcə düşüb çıxa bilərəm. Amma orada halbuki 70 dənə 80 taksi var, onlar elə bir ki, onlarda aktiv. Sürücülər deyirlər ki, hava limanında yalnız seçilmiş şirkətə aid olan taksi xidməti vasitəsilə müştərilərin daşınmasına icazə verilir. Bu vəziyyət isə onların qazancına mənfi təsir göstərir. Aeroportdan şəhərin mərkəzinə qədər olan məsafə 25-30 kilometrdir. Bu yolu müştərisiz qət eləmək həm vaxt itkisi, həm də əlavə yanacaq xərci deməkdir. Buradan mən şəhərdən müştəri gətirmişəm, Əcəmi metrosundan bura. Buradan indi boş qayıtmalıyam şəhərə. Bəs burada dayananda, şlaqbamla çöldə dayananda sifariş götürmək olur? Xeyr. Gərək çıxam Heydər Əliyev prospektindən, orada xətt açılır. Bəs içəridə taksilər var? Var, London taksilər vardı. İşləyirlər onlar, baha qiymətə aparırlar. Bizi də bağlayırlar xətti, bizə müştəri verilmir. Onların apardığı qiymətlə bağlı bir məlumatınız var. Neçə aparırlar təxmini? İnternetdən də oxuyuram, 60 manata, 70 manata, 40 manata, 50 manata aparırlar. Sönür, heç nə yoxdur. Buradan çıx getirəm, bomboşdamaq da orada əziyyətdir. İçəridə adam çoxdur? Çoxdur, özü 2 qatına, 3 qatına aparırlar. Biz mütəxəssis 10 manatlıq apardığımız yola onlar 30 manat, 40 manat aparırlar. Məsələ ilə bağlı üst tutduq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə. Qurumdan bildirildi ki, taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə müvafiq tələblər müəyyən edilib. Taksi operatorları ilə qurulmuş əməkdaşlıq nəticəsində bu tələblərin tam şəkildə tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir. Bu çərçivədə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində sərnişinlərin nümunəvi xidmətin təmin olunması məqsədi ilə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyi bütün taksi operatorlarının diqqətinə bir daha çatdırılıb. Qeyd olunan taksi şirkətləri məsuliyyətlərini qəbul edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə bu istiqamətdə əlavə tədbirlərin icrasına başlayıb.